Salam, mən bugün sizə Fakir firmasının SteamMob məhsulu haqqında məlumat vermək istərdim. Bildiyimiz kimi SteamMob məişətdə xanımların əvəz edilməz köməkçisinə çevrilmişdir müəyyən bir vaxt ərzində. SteamMob'un özəlliklərinə keçməmişdən əvvəl onu xarakterizə edən bir neçə rəqəmlər haqqında sizə məlumat vermək istərdim. Deməli, SteamMob'un ümumi vatı 1550 watt təşkil edir. 450 ml su qabı tutumuna malikdir. Daha sonra isə su buradan əlavə edildikdən sonra 1 dəqiqədən az müddətdə, hardasa 25 saniyə müddətində SteamMob istifadəyə hazır olur və 20 dəqiqə müddətində siz istədiyiniz yeri, parketi, müəyyən səthləri təmizləyə bilərsiniz. Ümumiyyətlə, Fakir firması Almaniyada yaranmışdır ilk dəfə Fakir. Yaradıcısı isə Wilhelm Kierer'dir. İstehsal elədikləri məişət avadanlığı isə Tostoran olmuşdur. Bu günə qədər də öz məşhurluğunu qoruya bilmişdir Fakir firması. Daha sonra bir neçə onun əlavə başlıqları haqqında danışmaq istərdim. Gördüyünüz kimi bir ədəd belə 3 bucaq başlıq mövcuddur ki, bu isə künclərə asanlıqla daxil olur və oradakı kirləri asanlıqla aradan götürür. Daha sonra belə bir dördkünc belə bir başlığı vardır ki, bu isə normalda istifadə eləmək üçündür. Daha sonra bir ədəd belə parçaları, bir ədəd 3 bucaq və bir ədəd belə, bir ədəd isə yenə dördkünc başlığı mövcuddur. Bu parçaların özəlliyi isə istifadə olunduğu müddətdə təmizlədiyi səthi təmizlədikdən sonra parçanın əksi istiqamətdə çevirdikdə isə yenə bu birisi hissədəki gördüyünüz kimi kirlər o birisi istifadə zamanı səthə çıxmır. Bu isə ümumiyyətlə sizin təmizlədiyiniz yerin daha da antibakteriyal və təmiz olmasına şərait yaradır. Ümumiyyətlə, SteamMob'un parçalarını təmizləmək olduqca çox asandır. İstifadə elədikdən sonra paltaryan maşında yumaq lazımdır və ondan sonra yenidən istifadəyə hazırdır. Bu isə sizə hər dəfə əlavə başlıqlar, əlavə parçalar almaq məcburiyyətində qalmırsınız. Daha sonra isə SteamMob'un bildiyimiz kimi olduqca uzun kabeli vardır ki, 6 metr uzunluğundadır. Bu isə istənilən müəyyən bir vaxt ərzində istənilən yeri təmizləməyinizə, yəni ki, bəs edəcəkdir. Daha sonra SteamMob'un uzunluğu barədə bir danışmaq istərdim. Bu SteamMob'un qulpunu öz boyunuza görə də müəyyən edə bilərsiniz. Burada belə bir qapağı vardır ki, bunu bağlayırıq. Ondan sonra isə boyunuza uyğun əmələ gəlir. Daha sonra isə əvvəlki qaydasına qaytarmaq üçün isə istifadə edirsiniz. Gördüyünüz kimi belə bir su qabı mövcuddur ki, bu qab vasitəsilə SteamMob'a suyu əlavə edirsiniz. Bir ildə zəmanəti var, zəmanəti verir Dostet servis.